Milli Şura Dövlət Bayrağı günü noyabrın 9-da Məhsul stadionunda aksiya keçirdi. Miting icazəli idi. Mitingdən öncə media işçiləri ilə polis arasında gərginlik yaşandı. Asayiş keşikçiləri media nümayəndələrindən bir nöqtədən maneələr arxasından çəkiliş etməyi tələb edirdi. Miting təşkilatçıları ilə jurnalistlərin etirazları nəticəsini göstərdi. Hər bir jurnalist öz peşə fəaliyyətini yerinə yetirməkdə sərbəstdir. Ona görə də polislərdən dönə-dönə xahiş edirik. Jurnalistlərin peşə fəaliyyətini yerinə yetirməsinə mane olmuyor. Maneələr aradan qaldırıldıqdan az sonra Azadət mitingində çıxışlar başladı. Müxalifətə qarşı aparılan çirkin, böhtan, şər kampaniyalarına baxmayaraq, mənəvi terrora, qara piyara baxmayaraq, bütün gerçək müxalifət təşkilatlarının faktiki, iqtisadi blokadaya alınmasına baxmayaraq, bu ölkədə yenə də alternativlər var, yenə də bu ölkədə öz sözünü deyən partiyalar var. Xalq cəbhəsi meydandadır, Milli Şura meydandadır, Azərbaycanın mütərəqqi ziyalıları meydandadır, vətəndaş cəmiyyəti meydandadır, ləyaqətli insanlar meydandadır, var olur! Azərbaycanda dekabr ayında bələdiyyə seçkisi olacaq. Bələdiyyələr bu günləri elə məğbun olunmuş bir vəziyyətə salmışdır ki, indi hakimiyyət nümayəndələri özü də etiraf edirlər ki, bələdiyyələr torpaq satmaqdan başqa bir yerə yaramır. Ümumiyyətlə 20 il ərzində bu hakimiyyətin yeganə mənimsədiyi, öyrəndiyi şey alqı-satqıdır. Və bundan başqa demək olar ki, bunlar ortalığa bir şey qoya bilmədilər. Mitingə təkcə Bakı sakinləri deyil, rayonlardan da gələnlər var idi. Həbsdə olan seçki eksperti Anar Məmmədlinin orta məktəb müəlliməsi aksiyada iştirak edirdi. Şagirdlərim həbsxanadadır. Anar Məmmədli, Bəşir Süleymanlı. Mən onları millət üçün, xalq üçün tərbiyə eləmişdim. Mən onları haqqın yanında dayanmağı, ədalətin yanında dayanmaq tərbiyəsi vermişdim. Amma bu günlərim İlham Əliyev hakimiyyəti haqqın yanında olduğu kimi mənim o tələbələrimi həbsxanaya salmışdır. Bəli, bu günlərim bəs mən harada olmalıyam? Bu meydanda olmalıyam tələbələrim üçün. Əlinizdə tutduğunuz bayraq haram bayrağıdır? Əlimdə tutduğum bayraq Avropa Birliyinin bayrağıdır. Məqsədimiz Avropaya inteqrasiya eləməkdir. İlham Əliyevdən tələbimiz siyasi məhbusların azadlığa buraxılmalıdır. Vətəndaş cəmiyyətinə qarşı törədilən bütün repressiyalar aradan qaldırılsın. İmişli rayonundan gəlmişik. Sadəcə olaraq bugün Azərbaycanda baş verən bu ədalətsizliyə etiraz eləyirik. Bu günlərim həbs olunmuş, günahsız yerə həbs olunmuş insanlara biz onların azad olunmasını tələb eləyirik. Aksiyanın gedişində işıq kəsildi. Mitingdən sonra Hacı Sədri Əli Kərimli və Cəmil Həsənli Azadlıq Radiosuna danışdı. Mitingi uğurlu adlandırdılar. Əli bəy bizim prezident olacaq. Bana gerek. Əli bəy, qısa bir müsahibə edir. Mitingin nəticəsini necə qiymətləndirirsiniz? Çox yüksək. Hökumət son günlərdə çoxlu təxribatlar elədi. Bir çox həbslər elədi. Təkcə Xalq Cəbhəsinin Gənclər Komitəsindən 3 nəfər həbs olunub, miting ərəfəsi. Rayon şöbəmizin sədri həbs olunub. Mitingin vaxtı ilə bağlı təxribat elədilər. Biz mitingi ayın 10-na təyin eləsəydə 19-na keçirdilər. Sosial şəbəkələrdə çoxlu təxribatlar elədilər. Cəmil müəllimin adına saxta səhifə açıb, saxta event yaratdılar. Bütün bunların heç biri hökumətin qanunu arasına girmədi. Yenə də millətimiz gəldi. Yenə də siyasi məhbuslara kütləvi şəkildə azadlıq tələb elədik. Yenə də qətnaməmizi müdafiə elədik. Mitingimiz yüksək səviyyədə başladı. Hesab eləyirəm bu günləri bayraq günündə bəlkə də bu yeganə meydan idi ki, Azərbaycan bayrağı bu cür şərəf və ləyaqətlə dalğalandı. Və əslində bayrağın əsl sahibləri, o bayrağı vücuda gətirənlərin, qanunu variciləri bu günləri
bu meydanda Azərbaycan bayrağının kölgəsinə sığındılar və siyasi məhbuslarımızı, vicdan məhbuslarımızı müdafiə elədilər. Hakimiyyətin bütün ciddi cəhdlərinə baxmayaraq çox normal, kifayət qədər çoxminli bir mitinq keçirildi. Aksiya təşkilatçıları ötən dəfə olduğu kimi bu dəfə də mitinqə 7000 insanın gəldiyini dedilər. Bakı şəhər baş polis idarəsi isə açıqlamasında 10 dəfə az 700 nəfərin iştirak etdiyini dedi.